Fen istifadə etmədən saçlarımı necə belə şəkilləndirirəm? Gəlin baxaq. Qızlar, istifadə edərkən saçınız 80% nəmli halda olmalıdır. Sadəcə mən adətlə məşğul olarkən biraz qurudu, amma belə hallarda da saç mistlərindən və yaxud da saç spreylərindən istifadə edib uc hissələrini sadəcə dibi yox, iç salıram. Saç biqudinizi götürüb bu formada belə yerləşdirirsiniz. Sonra bir daha buradan gəlirəm, bir tutama və belə. Hər dəfə də əlimlə səliqəyə salıram ki, pozulma olmasın. Çünki açanda necə vurmusunuzsa o formada olacaq. Sonra saç rezinini alıram. Belə bu hissəni vurdum. İndi isə keçirik bu tərəfə. Bu formada qızlar saçlarım hazır. Çiməndən sonra isə baxımlarımda adətən maska istifadə edirəm. Gecə baxım rutinimi isə əllərimi nəmləndirərək sonlandırıram. Və sizin gecə baxım rutininiz necədir? Rəylərdə yazmağı unutmayın.